Salam aleykum, Allah sizi qorusun. Burun əməliyyatında buradan kəsilir, qaldırılır yuxarı və təbii qucaqlaşır. Allah sevginizi, Allah sevginizi əbədi eləsin. Salam, mən Pələng, Şah Pələng. Gənclər, bir Bakı günündən salam olsun. Hansı ki bu günləri Fərhad qardaşdan biraz zaman keçirdəcəm. Fərhad var, salam aleykum, Allah səni qorusun. Salam aleykum, Allah sizi qorusun. Deməli, bildiyiniz kimi burnundan əməliyyat olubdu və hazırda Bakıdadır. Mən də rayondan Bakıya gəldim. Əslində Şirvandan, Əli Bayramlıdan, şəhərdən, rayon deyil. Uzun sözün qısası, bulvardayam. Fərhad abini tapmalıyam. Onunla görüşəcəm. Görək hardadır. Bakıya günəşi sən gətirmişsən abi. Assalamu aleykum. Necəsən mən qardaşım? Nalarda yox, sağ açılırdı. Sən necəsən? Şükür Allah, yaxşısan. Salam dostlar. Pələngin dostlarını salamlayıram. Salam aleykum, Allah sizi qorusun. Abi düzəlmişsən, üzündəki şişliklər gedibdir. Hər şey yaxşıdır abi. Yaxşıdır. İnan ki bir dənə hava alıram bir dəqiqə. Həqiqi. Gəldim ki dənizin dadını çıxardım. O vaxtı burnundan yəni maneə törədirdi də, hava almağına, nəfəs almağına daha doğrusu. Kəfə var idi, ət var idi burnumda. Nəfəs alma problemi var idi. Burnumun sukası qaçmışdı. Necə idi abi əməliyyatdan sonrası? Gəzə biraz. Əməliyyat ağır bir şey. Amma yəni şükür Allah indi yaxşıdır. Yaxşıdır. Əladır, yaxşıdır, şükür Allah, hər şey yaxşıdır. Biraz yüksək səslə dar. Necədir indi belə oksigeni, ciyərlər və daxma? Əla qardaşım. Sən necəsən? Şükür mən yaxşıyam, bilmirəm günəşdən görsənirik ya yox. Mən yaxşıyam abi, getdim Asiyaya gəldim. Hələ də Asiya videolarını paylaşıram. Axırıncı dəfə Singapuru paylaşmışdım. Bu videodan sonra Malaziyanı paylaşacağım, nə bilim, Vietnamı paylaşacağım. Gəzdim, gəldim mən də. İnşallah. Sən nə edirsən? Demişəm sənlə inşallah bir gün gələcəyik. İnşallah. Bir gün inşallah sənlə gözəl bir ölkəyə gedəcəyik. Bunu planlayırıq uşaqlar. Bilmirəm baxmısınız ya baxmamısınız. Fərhad abi ilə bizim bir videomuz daha var idi. Hansı ki Zaktalada qonağı olmuşdum. İndi biz biraz danışaq, biraz söhbət eləyək. Bizim şəxsi də söhbətlərimiz var. Sonra kameranı təkrar açarıq. Mütləq. Okay. Gəl abi, gəl. Bakının bu mənzərəsi mən çox sevirəm. Bu günəş mənzərəsi. Səndən olduğum hər mənzərə xoşuma gəlir. Allah razı olsun. Mən sənin xətrini çox istəyirəm abi. Sağ ol, Allah razı olsun. Görsənirsən kameraya, aha görsənirsən. Abi qısa məlumatlar alacağım səndən. Bu necə oldu, əməliyyat məsələsi, necə qərar verdi, neçə saat çəkdi, ağır idi, yüngül idi? Deməli qardaşım, mənim əməliyyat olmağım əslində bir təsadüfdür. Mən artıq 2 ay bundan qabaq ürək həkiminə getmişdim yoxlanmaq üçün. Həkim mənə dedi ki, sənin ürəyində qidalanmaq çox zəifdir və təcil əməliyyat olmalısan. Burnundan ki, sənin ürəyə nəfəs keçsin, qida geçsin. Ay, sağ ol. Dedi, yəni infarkt riski var da, yəni sənin qəlbində. Bu nəfəs alma prosesi həm infarkt riski də daşıyır, ona görə sən əməliyyat elətdirdin. Elə oldu ki, mən elə bir ki, 5-6 ay bundan qabaq mən həkimlərlə müraciət eləmişdilər. 3 həkim mənə yazmışdı, əməliyyatla bağlı. Elə oldu ki, mən bu həkim seçdim, Rauf doktoru. Seçdiyimə görə peşman da deyiləm. Rauf doktor çox bacarıqlı, illərdə həyatını bu sənətə həsr eləyən, ali təhsilli əsas. Ali təhsilli bir həkimdir. Məsələn, bir çox həkimlər var ki, yalandan sertifikat aldılar, amma həkim deyirlər. Yəni, mən onu araşdırdım, mən çox. Bəs neçə saat çəkdi əməliyyat abi? Əməliyyat 2 saat yarım abi. 2 saat yarım. 2 saat yarım əməliyyat oldu, ağır oldu çünki travmalı burun olduğuna görə, ona görə sən gördüyündə şişdi, mənim sətinləri də şişmişdi. Çox iyi, çox iyi. Digər xəstələrdən çox şiş var idi. Onun da səbəbi burunda olan travmaların çox olmasına səbəb idi. Yəni ki, amma neçə gün keçib əməliyyatdan? Artıq 15-dən bu günə qədər 12 gündür. 12 gündür. Uşaqlar 12 gün keçib, amma yəni yaxşı toparlamışsan abi. Çox pis idi, belə şişmişdi, gözünün altı belə morarmışdı, göyərmişdi. Əgər sənin də kütləndə varsa, burun problemi olanlar, elə sən başda olmaq şərti ilə Rauf doktora yönləndirirəm. Həm imanlı, həm təhsilli, həm insanlıq yerində olan bir həkimdir. Nəsib metrosunda Vima klinikasında yerləşir. Rauf doktor və komandası. Lap yaxşı, buradan salam olsun. Aleykum salam. Amma mən istəyirdim ki, abi bir-iki izləyiciyi qalım, sənin üçün video çəkəm ki, Allah səni qorusun. İnşallah, o da çəkər Allah qoysa. Bu səfər Allah səni qorusun. Həqiqətən çətin əməliyyatdır, burun əməliyyatı. Videolar paylaşıram. Hətta o videoda yazırdım ki, Allah sizi qorusun da. Bir də yazırdım ki, Allah bir də məni qorusun. Şükür, hər şey yaxşıdır, hər şey yaxşıdır. Amma indi abi o tampon deyirlər, o çıxardılıb da. O çətin idi, o çıxanda, ağrıtdı. Yox, ağrı yoxdur, ağrı olmadı. Ümumiyyətlə, yəni mən əməliyyat dövründə ağrı hiss eləməmişəm. Tampon çıxanda da. Heç vaxt ağrı hiss eləməmişəm.
Həkimlər var, peşəkar köməkçilər var ki, sənə normal şəkildə sənin burnunu təmizləyirlər, yuyurlar ya, baxırlar, sənə xidmət edirlər yüksək səviyyədə. Yenə deyirəm, mən razıyam. Burun əməliyyatında burdan kəsilir, qaldırılır yuxarı və çox detaylı danışmaq istəmirəm, bilmirəm YouTube-un buna qanunları nədir, demək istəmirəm. Yəni belə qaldırılır və ondan sonra əməliyyat gedir. Əlbəttə, əlbəttə. Mən yaxşıyam dostum, şükür Allaha. Çox adam yazdı mənə, dedi bəs belədir, elədir. Mən getmək istədim Zaqatalıya, havalar çox pisləşdi, yağış göstərdi. Sonradan gedəcəkdim, Fərhad abi dedi ki, mən gələcəm Bakıya. Onsuz da doktorun yanından gəlirsən bildiyim qədərilə. Bəli, doktorun yanına gəlirəm. Əslində mən sənin gəlməyi ona görə istəyirdim ki, yəni rayon şəraitində biraz gəzək, biraz daha rahat olar. Təbiət havası qəbul eləyək, dağ havası qəbul eləyək. Elə oldu ki, sən də gələ bilmədin. Axırda mən onsuz da gəlməyəydim, məcburdum gəlməyə. Ona görə biz görüşdük. Çünki bizdən əslində soruşurlar. Çox yazıblar mənə ki, Pələklə bir yerdə yenə video çəksənə. Səni soruşurlar. Nə vaxt görüşəcəksiniz? Nə vaxt bir yer video çəkəcəksiniz? Əslində maraqlanırlar. Ya bu xaric məsələsini də eləsə lap əla olar. Xaric məsələsini inşallah görək məzuniyyətdə bəlkə. İnşallah. İyunda məzuniyyətdəyəm. Bəlkə də 1-3-4 gün İnşallah çalışıb ayıracam ki, İnşallah. Görək. Yaxın bir ölkələrə gedərik. İnşallah. 2 gün qalıb gələrik. İnşallah. Telmanı da götürərik özümüzlə. Telman, salam aleykum, Allah səni qorusun. Saxlayayım abi, keçək içəri. Çünki uşaqlar bura soyuqdur və soyuq ola bilər. Ona görə də içəri keçək məsləhətçisidir. Fərhad abi, sən də maşallah. Fərhad abi çox uzundur uşaqlar. Bilməyənlər varsa, məsələn mən sən bu qədər uzun gözləmirdim. Uzun məsələsinə görə, o bir dəfə Sərrayda gələndə, orada bir dedi ki, Fərhad nə qədər uzundur belə də. Orada çox adamlar yazıb ki, uzun yox, hündür boylu demək lazımdır. Mənim uzun demək, hündür boy. Mənə deyirəm ki, dostum, o mənə ərk eləyib deyir, yəni narahat oldu. Pis mənada qəti elə bir şey yoxdur. Onu gedə biləm, prosta insanlar fikirləri sənə çatdırıram ki. Deyirəm Fərhad abi, hardan ara? Neçə yol var? Keçən yayda biz video çəkəndə. Yayda, mesela 6-7 aylık görmüşdük. 6-7 ayda görüşmüşdük, amma biz danışırdıq. Telman videosunda da var idi. Var idi. Yığmışdın, danışırdıq. Sağ olsun. Fərhad abi həqiqətən uşaqlar çox gözəl insandır. Yəni ürəyi təmiz. Mən ailəsi ilə də tanış oldum. Çox gözəl yoldaşı var. Yəni bacı çox gözəl insandır. Qızı var bir dənə. Ay, yıxıldı uşaq. Yəni çox gözəl ailəsi var, çox mədənidir, çox tərbiyəlidir. Onsuz da sizlər hamınız elə tanıyırsınız Fərhad abini. Münasibətimiz yaranıb, yəni təkcə videolar məqsədi üçün yox. Yəni bir insan kimi Allahın verdiyi ömür nə qədərdirsə, bizim münasibətimiz bir o qədər də olacaq. Allah razı olsun. Yəni bizim münasibətimiz video xarakterli və ya kütlə xarakterli deyil. Olmuş belə olsaydı, mənim bir çox belə tanınmış, belə normal çərçivə tanınmış insanlarla videolarım olardı. Yoxdur, çünki şəraiti yaratmıram. Falan yəni ki, mənim... Bu arada Fərhad abini, mən deyəcəm onu, bir rahat yarım saat gözlətdim uşaqlar. Yarım saat, 2 saatdən yarım saat, saat 12-də belə göstərmişlər, saat 3-də gəlmişlər. Deməli də mən gəldim Lökbatana, Lökbatanda bir işim vardı, onu həll eləməli idim. Onu həll elədim, ondan sonra gəldim adı nədir, kart almağa, kartım yox idi. Oyda düşdüm şəhərin probkasına. Ona görə də. Amma sən də qəşəng bir dəniz havası aldın da abi. Yox, mən bilirəm ki, sən gələcəksən də. Mən bilirəm ki, sən mən boş yerə gözlətməzsən. Təbii ki. Yəni yeri gəlsən mən sən 3 saat ərzində milyon dəfə gəlmə, harda qaldın? Sağ ol. Yəni mən elə insan deyiləm, görürəm ki, amma abi gələcəksən. Səni qazandığım üçün bax, çox səmimiyəm. Burada bir-birimizi övmək kimi çıxmasın. Çox sevinirəm. Yəni bilirəm ki, məsəl üçün dərdləşməyə, zəng eləməyə, söhbət eləməyə, zarafat eləməyə bir adam var da, hər tərəfli. Əlbəttə. Həqiqətən mən səni çox istəyirəm abi. Mən də vallahi Allah razı olsun. Təbii qucaqlaşaq. Allah sevgimizi, Allah sevgimizi əbədi eləsin. İnşallah. Prosta biraz xasadan, bəladan, qısa olsaydı. Çox hündürsən ya. Uzun demirsən abi. Ya uzun demirəm. Ya mənim boyum uşaqlar 1.72, 1.71 dəyişir də bu aralarda da. Ayaqqabı geyinəndə dəyişilir. Ayaqqabı fərqinə. Məndə 1.88, 1.89-dur. Maşallah. Ayaqqabı geyinəndə biraz uzun oluram. Yəni ki, əsl odur ki, qarşılıqlı anlayış üçün boy lazım deyil, qəlb lazımdır. Əlbəttə. Ona görə də hər birinizə gözəl qəlb arzu edirəm dostlar. Amma mən hansı ölkəyə getsəm də, bax abi, bura üçün çox darıxıram. Yəni bu mənzərə çox gözəldir. Ona görə Allah sən qorusun. Yox. Burada var, gözə götürüm abi. Oradan ola bilər. Safetdən. Üzülə səbəsinlər. Yox, şeydir, adı nədir? O şeyin adı nədirsə onun. Adı nədir onun? Bint.
Bildin. Eşitsən bəndə bu neçə gündür ki, narkozun təsirində idi. Hələ ağırlıq fayda üstündə. İdarəsən çox şey elə bir ki, eləyirdim, amma anlamadım ki, nə eləyirəm. Bəs o narkozdan ayılanda nə tər idin? Sən biz videolara baxırdıq, məncə izləyicilər də bilir. Hə. Narkozdan ayılanda hamı belə necə deyim, bu söz məncə çox pis bir söz də deyil, kayıfda. Yəni kayıfda aydın da, hə, elə idi. Necə oldu? Deməli narkoza verirlər mənə. Pərvaz doktor bir doktorumuz var. İndi aramız çox qəşəngdir hal-hazırda. Danışıq da yenə də görüşmüşəm ondan. Mənə dedilər ki, orada saymağa başla. Ondan sıfıra qədər. Sıfırı da tamamladım, mənfiləri də keçdim. Artıq bir şeir demək istirdim orada. Şeir deyəndə gördük ki, nəsə gəlir belə. O nədir abi? Sən nə gördün? Işıq mı gördün? Nə gördüyümü bilmirəm, amma çox yaxşı şeyi gördüm ki. Arada ala istifadə eləyəsən. Məsələn, yuxuda nə gördün yatanda? 2 saat yarım yatmısan. Vallahi heç nə hiss eləmədim. Sadəcə bir də gördüm ki, mənə ayıldılar. Baxdım ki, sifətim pis gündədir, qanlıdır, bütün şişər yer şişib. Qaranlıq. Qaranlıq. Şükür Allah, indi yenə deyirəm. 3 gün fasiləsi vardı, onun 3 gündən sonra artıq normal bir... Bədəndən çıxır da. Normal bir elə bir ki, formaya düşürsən. Görəm aylanda nətər olmusan? Onu həkimə soruşmaq lazımdır. Çünki çox qəribə olur, halüsinasiya yox. Belə halüsinasiya, xəyal görürsən, belə qəribə olursan. Yox, şükür. Allah hər kəsdən razı olsun. Abi asan bir şey deyil ha, bu narkozdan çıxmaq. Uşaqlar bilməyən bilirsiniz ya yox. Türklər buna anesteziya deyir, səhv etmirəmsə. O insanın beynini fəlçdə saxlaya bilir, insan salamat da ayıla bilmir. O qədər insan var ki, giribdir əməliyyata narkozla təmiz o birisi dünyanı. Bəli, haqlıyım. Allah bizə qismət eləmir. Deyir ki, Allah gecənə versin. Hələ nə yaşlı var? Sən nə qədər ölkə gəzərsən, hələ nə qədər adam fazlası. Türkiyədə bir dənə molla var. Deyir ki, Allah bizə cuma ölməyi nasib etsin. Amma bu cuma deyil. Bir də mikrofon olsaydı deyərdik. Salam aleykum, Allah sizi qorusun. O bulvarda olacaq o. Hə? Bulvarda olacaq o mikrofonlar. Şehir mahnı oxuyurlar, nə bilim. Orada deyərik abi. Abi burada Targovunun kafeler olan qismidir. Nə yaxşı. Mən az gəlirəm bura. Əsasən şəhərin içində olan belə uzaq kafelərə gedirəm. Targovunun arxa küçələrində qəşəng kafelər var. Sakit orada otururam ən çox. İndi mənlə bir yerdə gəlirsən, nə istəyirsən? Dedik ki, bir ünlü bir adamla çələ çıx. İnşallah, inşallah. Hər kəs görür yolda, Fərhad abini tanıyır. Keçəndə deyirlər salam aleykum. Maraqlı reaksiyalar verirlər. Allah razı olsun hər birindən. Hər birini buradan salam verirəm. İzləyərlər bizi. İnşallah, mütləq. İnşallah. Uşaqlar, Bakı çox gözəldir. Mən Bakını çox sevirəm. Kəşki Bakıdan bir-iki dənə də olardı. Nə bilim, Gəncədə belə olardı və ya Zaqatalada, yəni böyük olardı da. İnşallah. Hər şey Bakıya yığıblar. İnşallah o da yaxşı olacaq. Burada nə demək istəyirsən bu fikir haqqında? Kimin ürəyi para xoşdursa, hər kəs o cür həyatını yaşasın. Başqa heç nə. Nə deyə bilərəm? Allah ürəyimizə görə versin. Amin inşallah. Amin. Necədir abi yarmarka? Qəşəngdir. Bakıda bayram havası hiss olunur. Hiss olunur, həqiqətən. Hara geçsən adam var, yarmarka var. Kim ki bayram havasını əslini yaşamaq istəyirsə Bakıya gəlsin. Əlbəttə. Targovya. Əhalinin ən çox yığıldığı yer bura olduğuna görədir hamısı. Əlbəttə. Əlbəttə Bakı gözəl şəhərdir. Bakı həqiqətən gözəl şəhərdir. Gəlmişik yarmarkaya, hansı ki Fərhad abi ilə gəzirik. Birazdan qeyb bir çay içəcəyik. Belə, istədim sizə də buranı göstərəm. Uşaqlar, mən bu konseptimi bilirsiniz ki, insanların evində qonaq oluram. Hardasa bir aya yaxındır ki, Məhəmmədlə danışıram. Bir sizə qonaq ola bilməmişəm. Olacaq inşallah, tezliklə. Xoş seyirlər, videonu bəyənib like etməyi unutmayın. Gəlmişik çay içməyə, hansı ki burada mənim yeməyim var. Uşaqlar, idmana başlamışam və ona görə də yeməyimi özümlə gəzdirirəm. Fərhad abi də buradadır, çay içir. Çox soyuq olmadı abi sənə? Yox abi, yaxşıdır, hər şey yolundadır. Əziyyət çəkdim nakıvalar ilə. Yox, estağfurullah. Həm bir dəyərli insan ki, mən bir necə deyirlər sizdə? Video çəkən necə deyirlər? Vlogger. Vlogger. Nasılsın? İyi akşamlar. Merhaba. Sağ ol, necəsin? Buyur. Geçerken gördüm dedim ayaküstü konuşalım. Gənclər, Fərhad abi ilə çox gözəl bir gün keçirdik. Hansı ki, səni çox yormadım inşallah. Təbii ki, hər şey yaxşıdır, hər şey yolundadır. Bir daha səni görmək çox sevindim. Çox sağ ol abi. İnşallah daha maraqlı görüşək olmalıdır, qismət eləsin.
Allah səndən razı. Allah səni qorusun. Amin brat. Görüşərik, Görüşərik. mən Özünə qardaşım. müvayit ol. Özünə yaxşı bax. Çox sağ ol. Salamlayıram. Çox sağ ol abi. Görüşərik, hələlik. Sağ ol. Uşaqlar, belə maraqlı bir gün keçirdik. Fərhad abi dedi ki, mən metro ilə getməliyəm. Bir yerə gedəcək, ondan sonra da artıq Zaqatalaya qayıdacaq. Mən də Fərhad abi üçün gəlmişdim Bakıya ki, bir çəkiliş edeyim, həm də onu görüm. Dediyim kimi Zaqatalaya getməli idim. Elə oldu Zaqatalaya gedəsi olmadı. Fərhad abi bura gəldi. Qarışıq bir mühit alındı. Uzun sözün qısası belə.